2008-ci il martın 25-də Nərimanov rayonu 16-cı polis bölməsinə inzibati ərazidə bir nəfər cavan oğlanın naməlum şəxslər tərəfindən bıçaqlanması və kəskin qan itirmədən xəstəxanada keçinməsi məlumatı daxil olur. Yaradılan əməliyyat istintaq qrupu hadisə yerini müayinə edərkən bir ədəd ov bıçağı aşkar edir. Mərhumun Azərbaycan Beynəlxalq Universitetinin 2-ci kurs tələbəsi olması aydınlaşdırılır. İş üzrə təyin edilən məhkəmə tibbi ekspertiza zamanı Nahid Abbasovun meyidində qarın və döş boşluğuna keçərək qaraciyəri və ürəyi zədələyən cəmi 3 ədəd dəşilmiş yaralar aşkar edilib. Mərhum kəskin qanaxmadan dünyasını dəyişib. Kriminalistik ekspertizasının rəyində göstərilib ki, hadisə yerindən tapılaraq götürülmüş bıçaq zavod üsulu ilə hazırlanıb və soyuq silah hesab edilir. Bakı şəhər baş polis, Nərimanov rayon polis idarələri və rayon prokurorluğunun keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində azyaşlı Əli Rəhman Əliyev və Nicat Zilfiyev saxlanılırlar. Hər iki şəxs dindirilmə zamanı martın 25-də axşam saat 20 radələrində işlədikləri avtomaşın yuma səxindən çıxıb evə gedərkən boyca hündür, tanımadıqları oğlanın onların yanından qaçaraq keçməsini bildirirlər. Az sonra bir qadının qışqıraraq kömək edin deməsini eşidiblər. Dönüb arxaya baxarkən qaçan oğlanın yerə yıxıldığını görüblər. Ora yaxınlaşaraq yaralını yoldan kənara çəkiblər. Ağacın altında bıçaq görən Əli Rəhman Əliyev onu götürüb və qanlı olduğunu görərək yenidən ağaclar tərəfə atıb və oradan uzaqlaşıblar. Saxlanılan şəxslərin ifadələrinə istintaq şübhə ilə yanaşır. Bu səbəbdən Əliyev və Zilfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir. Onların barəsində həbs qəti imkan tədbiri seçilir. Bioloji ekspertiza zamanı qatlanan bıçağın üzərində 2 ədəd əl barmaq izlərinin aşkar edilməsi məlum olur. Bu səbəbdən keçirilmiş daktiloskopik ekspertizasının rəyində deyilir ki, əl barmaq izlərindən biri eyniləşdirmək üçün yararsızdır, lakin digəri Əli Rəhman Əliyevin sağ əlinin şəhadət barmağından qalıb. Bir müddətdən sonra cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilir. İstintaqda Abşeron rayonunun Xırdalan şəhərində yaşayan Əli Rəhman Əliyev şübhəli şəxs qismində dindirilən zaman Nahid Abbasova zərbə vurarkən istifadə etdiyi bıçağın əlamətlərini təsvir edib. Onun dəstəyində düymənin, tiyəsinin yuxarı hissəsində mişara oxşar yerlərin olduğunu göstərib və onun şəklini çəkməklə əsas əlamətlərini qeyd edib. Aprelin 22-sində hadisə yerində aşkar edilmiş soyuq silah digər bıçaqların içərisində tanınmaq üçün Əli Rəhmana təqdim edilib və sonuncu, həmin bıçağı ifadəsində göstərdiyi əlamətlər üzrə tanıyaraq bildirib ki, martın 25-də məhz onunla Abbasova birinci dəfə zərbə vurub. Həbs edilən həmin bıçağı 2008-ci ilin əvvəllərində Xırdalan bazarında tanımadığı şəxsdən əldə etdiyini etiraf edir. Aprelin 23-də Əliyevin ifadəsi yerində yoxlanılarkən o şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq edib və Gərayibeyli küçəsindəki avtoyuma səxini Nahid Abbasovla rastlaşdığı və onu vurduğu, sonuncunun yıxıldığı, qalxıb yenidən qaçmaq istədikdə başının dəydiyi borunu və ağacı, sonuncu dəfə yıxılıb qaldığı Nicat Zilfiyevlə bərabər onu kənara çəkib qoyduqları yerləri göstərib. Cinayət işindəki protokola əsasən analoji ifadəni hadisə yerinə çıxarılmış Nicat Zilfiyev də göstərib. İstintaq müəyyən edir ki, Əli Rəhman Əliyev martın 25-də təxminən saat 20:15-də Bakı şəhəri Ağasadıq, Gərayibeyli və Kral Hüseyn küçələrinin kesişdiyi yerdə təsadüfən rastlaşdığı Nahid Abbasovun ünvanına siqaretinin və alışqanının olmadığını bəhanə edib nalayiq sözlər işlədib. Cavab olaraq sonuncu ona öz iradını bildirdikdə heç bir əsas olmadan mübahisəyə başlayıb, onu davaya təhrik edib. Cibində gəzdirdiyi ov bıçağı ilə Abbasovun həyatı üçün vacib olan bədən hissələrinə 3 zərbə vuraraq onu həyatından məhrum edib. Əli Rəhman Əliyevin Cinayət Məcəlləsinin 120 və 228-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə araşdırması iyul ayında başlayır. Düzdür gəlmə! Aç qapını. Düzdür! Kaçın sana dün belə? Aç qapını. Dur orada. Bir daha koyun tutan düşür dedim aşağı. Dur orada. O da şeref.
Elan olunmuş ittiham üzrə müttəhim özünü təqsirli hesab etmir. O hadisə günü iş yoldaşı ilə evə gedərkən tanımadığı oğlanın yaralı vəziyyətdə yanlarından qaçıb getməsini və az sonra yerə yıxılmasını göstərir. Əlirəhman Əliyev cinayəti polis əməkdaşlarının və müstəntiqin təzyiqi nəticəsində boynuna aldığını bildirir. İfadə vermək istəyirsənsə, sən duyğundur, buyur. Məclisə sıxlaşmazsa, ifadə verməyi təklif edir. Nə etsin? Hadisə burada. Hadisə barədən danış da. Sən hardan tanıyırsan rəhmətli, nə münasibətləriniz olur, harada görüşmüsünüz, necə olub hadisə? Danış, hardicılığına danış. Sən başdakı neçə müddət əvvəldən orada başlamışsan işləməyə, kiminlə işləyirdin? Təzə girmişmişəm, birinci iş. Haradaydı, ünvanı deyincə? Bildim, ünvanı harada? Hansı küçədə, yerində, nə işə girmişdin? Markada işləyir. Aha. Akşam küsürə becərəndə nahid atmışıq, gəldi qabağımızdan keçdi. Keçdi, yıxıldı yerə, bir dənə qarın öyle, qışqır deyir, kömək edin, bizə dedi, kömək edin. Götürüb qoymuşuq görə. Ondan sonra millət toparacaq, dedilər, gelin bandisiyə deyib, gəlsin tutsun adam. Uşaq göndərdilər, çəkdi, o da dedi, 5 dəqiqə gəlir. 10-15 dəqiqə gözləyir, gördük etsin, deyib, bizə çıxın çəkdi. Səhərsi gündə gəldik, 16-ın polisləri gəldi, götürlər var. Sigara istəyib sizdən? Sonra atar bildik. Atar bildik. Yıxıldı yerə. Harada yedi? Düz qabağımızda yedi yıxıldı. Bizdən xeyli ağırlar. Xeyli nə qədər yedi? 15 metre ağırlar. Yıxıldı yerə. Niyə yıxıldı? Niyə yıxıldı? Sonra nə oldu? Görürsən, qadın xeyli ağırlar. Qışqırı deyir, köməyimizi götürüb qoyduk belə. O bıçağı hardan almışdın sən? Kim? Sən. Sağdılar. Çağın olmayıb sən belə? Prosesdə danışdıqlarından fərqli olaraq ibtidai araşdırma zamanı Əliyev həmin axşam iş yoldaşı Nicatla Kral Hüseynin küçəsi ilə gedərkən ondan boyca hündür, qara rəngli şalvar və gödəkçədə 18-20 yaşlı tanımadığı oğlanın onlardan siqaret istədiyini bildirib. Əlirəhman ona siqaretlə alışqanı verdikdə həmin oğlan heç bir səbəb olmadan onun sinəsinə bir yumruq vurub. Nahid Abbasovun hərəkətlərindən əsəbləşdiyinə görə o cibindən bıçağı çıxararaq ona bir neçə zərbə indirib. Sonuncu zərbədən sonra bıçaq həmin şəxsin bədənində qalıb. O avtoyuma sexinə tərəf qaçıb, lakin 9 mərtəbəli binaya çatmamış ağzı üstə yerə yıxılıb. Əlirəhman onun sağ olub olmamasını öyrənmək üçün dalınca qaçıb. Ora çatdıqda bir qadın yıxılan şəxsi sərxoş hesab etdiyindən onlara Abbasovu yoldan kənara çəkməyi təklif edib. Yaralını kənara çəkəndən sonra o həkim çağırmağa başlayıb. Əlirəhmanla Nicat isə hadisə yerindən uzaqlaşıblar. Dostundan bu barədə heç kimə deməməyi xahiş edib, lakin sonradan o sözü gedən cinayəti törətdiyi üçün vicdan əzabı çəkib. Vurduğu oğlan yuxusuna girdiyinə görə gecələr yata bilməyib. Qeyd edək ki, bu ifadəni təqsirləndirilən şəxs istintaq zamanı verib. İstintaqda nə ifadə verirsən? İstintaqda nə ifadə verirsən? Mən deyəm ki, mən deyil. Mən deyəm. Belə deməmsən? Sonra artıq gətirib döyüb oyuna oldu. Kim döydü səni? Kim döyüb səni? 200 nəfər. Harada döydülər? Görməli. Kim idi? De görək kim idi? Yavən kimi tanıyla, yardım bilməm. Nə demirsən onlara? Döydülər, topa verdilər, dirəyə qoydu üstümüzə düşürdü. Dubikanı döydü. Aha. Baxır, mən məzgür vardım, gördüm oyuna. Nə yazdın orada? Dedim, mən edim. Nə yazdın da bir de görək. Nətər eləmişsən? Yazdığına görə. Deyirəm, hadisəni necə törətmirsən? Necə yazmışsan ki, hansı qaydada törətmirsən? Onlar deyir, mən də yazmışım. Nətər yazmışsan da, yəni de görək. Deyir, sigaret gəlib istəyir. Mən də deyim ki, spisikan varsa, spisikan var, yoxsa verməyəm. Yolun üstündə davaçı olmalı var. Davlaşmışsan. Onu demirsən mi ki, 3 dəfə var uşaq olur? Demirsən mi ki, vurandan sonra, axırınızda vuranda bıçaq onun bədənində qaldı?
Deməmişsən, və ifadəndə var, axı sənin ifadələrində var. Mən öyle yazmam ki. Özündə. Özün onu öyle yazmam. Nətər yazırsın? Mən ne dedim ki, olar ne deyim, mən de yazmışım. Ay, kişinin də soruşuram ki, deyirəm, necə deyiblər səni, danış görək, nətər deyiblər? Deyirlər de yine göz sigaret üstünde şey dalaşmışsan. Onu bilmiyorum. Bıçaqla əlaqəli rəydə nə yazılır? Allah'ın maalesef. Əl üzün çıxıb sənin ölmü? Necə olub ki, bıçaq səndə olmuyor, əl üzün çıxıb? Bıçaq öyle götürüp akşam bandı yani turlaşım ona şey. Özüncə dedim ki, bıçaqda görməmişəm. Bıçaq məndə deyil. Sən deyilməsin, deyilmdə suala cavab verir ki, bıçaq sat görməmişim. Almam. Yani deyip bıçağı almış səndə olur, mən deyirəm məndə bıçaq olmur. Bıçaq haradaydı ki? Ağzın dibində. O hara yıxılmışdı? O hara yıxılmışdı? O asfaltını bir alır. Və sən nə bildin ki, orada saat neçə olub hadisə? Orası 8-9'da. Burada mart ayında. Qaranda verdən elədin mi? Sən nə bildin ki, orada asfaltın ortasında yıxılır, ağacın dibində bıçaq var? Şır var idi. Ha? Şır. Işıq var idi. Şır gözlərim. Nə vaxt götürdün ki, sən o bıçağı? Adamlar soxlar sana, baxım yox, bandı qoydum hemen şeyini. Böyle milletçileri götürüp olmuşlar. Millət gəldi. Sənin üstünə qan deyil, Yox. adamda qan olmuyor ki. İş üzrə təyin edilib keçirilmiş məhkəmə kriminalistik ekspertizasının reyindən görünür ki, Əliyevin əynində olmuş şalvarının ciblərinin içərisində hadisə yerindən götürülmüş bıçağın metalının tərkibi ilə eyni olan metal izləri var. Bundan əlavə, həmin ekspertiza zamanı müəyyən edilib ki, mərhumun əl barmaqlarının dırnaq kəsiklərinin üzərindən tapılmış mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Əlirəhman Əliyevin şalvarının tərkib liflərinə uyğun gəlir. Ona məsəl Gözünüzdən sualım oldu ki, o mütürü onun anasına sataşmışdı, bacısına sataşmışdı. Nəyə görə onu? O deyil öldürməmişdi. Öldürməsə yəni sübutdan bırakdı. Onun tərəf toxunmur. Maraqlı ki, nəyə görə? Sən səbəb oldu ki, məsələn, bir anı, sənin anını sataşmışdı, bacına sataşmışdı, əlbəyaxı olaydı, bıçaqla niyə vurdu? Hə? Kim var? Amma mütürü, onu sən onun gəlib doğan ananın qabiliyyəti. Abbasov. Abbasov. Qalq ayağa. Qalq ayağa. Mən üstünə xəbərdarlıq edim. İstəyirsən, xəbərdarlıq edim. Özüm məhkəmədə sağlamaq var. Ölüm işliliyi araşdırılır. Aydındır. Sən hadisə yerində konkret nə görürsən? Sonra görürsən. Uşağı görürsən. İstintaq zamanı dindirilərkən sən orada ifadə verirsən ki, nə bıçaq, nə kola, heç nə görmürsən. Yəni, bu ziddiyyətlər nə ilə əlaqədar? Mən dedim görməmişəm. Yox, bıçağı indi deyirsən ki, görmüşəm, əlimə də almışam. Müstəqil demirsən ki, görməmişsən də bıçaq da Dedim, müstəqil demişəm. Birinci ifadəmdə zəvcimi görməmişəm. Vay soruldu. Elə vəkil də onu soruşur ki, niyə görə belə ziddiyyətli ifadələr verirsən? Bir dəfə deyirsən görmüşəm, bir dəfə deyirsən görməmişəm. Yəni, insan gördüyü şeyi bir dəfəlik verir, ya budur, ya budur. Sən niyə belə... Bir akizəndən sonra gətirib saldılar və niyə döyüldülər? Yox, sən 26 martda dindirilərkən deyirsən ki, nə bıçaq görməmişəm, nə kola şulkası görməmişəm. Sonra ifadə verirsən ki, görmüşəm. Yəni, nə ilə izah edirsən bunu? Niyə belə ziddiyyətli ifadələr verirsən? Özünü niyə dolaşdırırsan? Sən sigaret çəkənsən. Necə sigaret çəkəndir? Sən qadının sualına cavab olaraq qeyd etdin ki, üstündə qan ləkələri olmayıb da sən. Amma sən rəhmətliyi yerdən götürübsən, o tərəf, bu tərəfə yoldan qırağa kənara çəkilsiniz. Çəkilsiniz. Sən əminsənmi ki, sənin üstündə həmin o çəkməkdən sonra heç bir ləkə qalmayıb? Qalmayıb. Səndən 15 metr aralarını əks istiqamətə gedir. Siz o orada hərəkət edəndə, siz də əks istiqamətə hərəkət edirsiniz, düzdür? Düzdür. Siz o yıxıldan yerdən sonra harasa cəhd edib, yoldan çıxmağa özü cəhd edəməyib, sürünməyib ki? Rəhmətli işləyir. Yıxılıb qaldığı yerdə. Siz onun yıxılıb qaldığı yerə gəlib çıxdınız, çıxırandan sonra qadın xeyli adamı. Ora gəldiniz, düzdürmü?
Onda bax, tutaq ki, bax, o rəhmətlik yolun ortasında burada dayanır. Bax, bıçağı harada sən görmürsən? Bıçaq demirəm ki, ağacın yanında bırakasılar. Bu yol, düzdürmü? Bu da rəhmətlik yıxılıb yola. Yolun ortasında, düzdürmü? Bıçaq bu rəhmətlikdən hansı istiqamətli yerləşir? Sol tərəf. Sol tərəf. O həmin sol tərəfə gedib sonra qayıdıb yıxıldı yola, yoxsa həmin o bıçaq görülən yerdən keçmişdi yoxsa? Vallahi demə, sən dedin ki... Yəni bıçaq ona necə düşər? Necə düşdü da? Söhbət olur. 5 metre aralı bıçaqla tullandı düşdü. Siz o sizin yanınızdan gəlib keçəndə sinə hissəsində, kürək nahiyəsində bıçaq qalmışdı, qalmamışdı. Gördünüz, görməmişsiniz? Görməmişdim. Olsaydı görərdiniz. Olsaydı görərdin, deməli, nə bunun sinə hissəsində, nə arxada, kürək hissəsində sancılmış bıçaq oldu. Düzdür? Ay sonra. Necə ola bilərdi ki, bu qaçıb yolun ortası ilə sizdən 1 metr kənarınızdan keçir, gedib yolun ortasında yıxılır və 5 metr ondan sonra bıçaq düşür. Hansı bıçaq idi o? Nə bıçaq idi? Qanlı idi? Mümkün olmayan bir şeydir ki, gəlib o artıq sizin qabağınızdan, gəlib ötür keçir 1-15 metr o tərəfdə yıxılır və bıçaq da qalır orada. Bunun bıçağı kim atdı orada? Zərər çəkmiş Nicat Abbasov böyük oğlu Nahidin Azərbaycan Beynəlxalq Universitetinin 2-ci kursunda oxumasını, asudə vaxtlarında çox vaxt evdə olduğunu, heç kimlə konflikti olmadığını və spirtli içkilər qəbul etmədiyini bildirir. Ümumiyyətlə, yəni ki, ola bilər ki, məsələn, kimsə nəzərə fikirləşək ki, valideyndir, məsələn, övlad hamısı üçün əzizdir. Söhbət ondan gedir. Yəni, bu uşaq özünə, məsələn, deyim, sigaret vəbşi onunla söhbət edə bilməz. Yəni, oxuduğu orta məktəb var, oxuduğu institut var. Dərsdən çıxardı, məsələn, geçsin bir uşaqlarla bir kafeyə, restorana, belə bir şey yox idi. İnstituta da girdi, yəni, o dərəcədə yəni, tərbiyə almış, gedib ziyarətini də eləmişdi, yəni instituta girməli, yəni öz gücü ilə, o zəhmətlə o instituta girmişdi. Deməli, Nahid necə uşaq idi? Həyətə düşsün, məsələn, uşaqlarla qaynıb qarışsın yox idi. Məsələn, bizim binada o, deməli, hadisə törə, heç əksəriyyət onu tanımırdı. Buyur, hadisə var. Hadisə barədə onu deyə bilərəm ki, biz həmin gün axşam saat 7-nin yarısı idi, mən işdən çıxdım bir yerdə, dedim ki, gəl bir yerdə gedim. Gəldi, biz qalxdıq yuxarı. Mən çörəyimi yedim, o da çörəyi yeyirdi. Sonra mən əl-üzümü yudum ora, bəs qardaşım zəng vurdu ki, 25 bayram qabağı, Novruz bayramından sonra günlərdir, yəni qonaq gəlirik. Qardaşım zəng vurdu ki, bəs biz sizə gəlirik. Bizə də yaxındır, yəni məsafə yaxındır olar. Mən Nahid dedim ki, Nahid, bəs çay içməyə qənd yoxdur, şir, şokoladını da mən içə bilmirəm çox var. Bəs düş, aşağıdakı markandan qənd alarsın. Mən də su bakını doldururdum. Nahid düşdü aşağı, qalxdı ki, ata, orada paska qəndi mən deyirdim. Ondan kəllə qəndi yoxdur, bəs meşokda vayda almadım. Dedim, onda Nahid, sən yolun o tərəfində marketlər var, gedərsən, oradan götürərsən. Dedi, ata, bəs evdə var da, hər bir şey var, neyinsən qəndi? Dedim ki, yox, mən gedirəm. Mən gedirəm deyəndə ki, Nahid özü bir göz qırpımından çıxdı qırağa. Çıxdı qırağa getdi. Sonra 5-10 dəqiqə keçmişdi, qardaşım gəldi, ailəsi ilə bir yerdə. Biz oturmuşduq, çay gəldi ki, indi uşaq Nahid də gələr, düşandan gələr. Qapı döyüldü. Qapı döyüldü, qapını açdım, gördüm 2 dənə az yaşlı uşaqdır. Onlardan da birini tanıyıram, yəni həyətdə, məhəllədə tez-tez olur. Həmişə də görəndə salamlayı tanıyır, yəni bütün binanı tanıyır. Dedi ki, bəs sizin oğlunuza oxşayır, bir nəfər yıxılıb orada. Ancaq özü onu dedi ki, Allah eləyədə olmaydı, amma ki, sizin oğlunuza oxşayır. Mən də düşdüm, aşağı düşəndə gördüm ağacın altında uzanı. Sonra qayıtdım arxaya, qardaşımı çağırdım. Mən də həyətdə taksi keçirdi. Taksiyə qoydu, apardı Səmaşqaya. Təcili yardım apardı ora, həmin vaxtı keçilmişdi.
Şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin nümayəndəsi Kifayət Qəmbərova martın 25-də Əli Rəhmanın evə gec gəldiyini bildirib. Səbəbini soruşduqda sonuncu bir gün əvvəl iş yerinin yaxınlığında tanımadığı cavan oğlanın bıçaqla vurulduğunu deyib. Oğlu söyləyib ki, o Nicatla birlikdə yaralını yoldan kənara çəkib qoyublar. Buna görə də onu polisə çağırıblar. Məhkəmədə müəyyən edilib ki, Nicat Zilfiyev barəsində Cinayət Məcəlləsinin 307-ci bilə-bilə xəbər verməmək maddəsi ilə digər cinayət işi ayrılıb. Bu iş üzrə şahid qismində keçən Zilfiyev Əliyev kimi martın 25-də bir nəfər tanımadığı oğlanın yanlarından qaçaraq keçməsini və az sonra yerə yıxıldığını qeyd edir. Nə görmürsən, nə bilirsən bu işin var? Tanıyırsan mı, qardan tanıyırsan mı? Nə münasibətləriniz olur? Bir yerdə işləmişdim. Həmin axşam nə hadisə baş verir? Keçən işdən çıxıb gəlirdi, gördü yolun qırağında ölübəm. Götdü onu çəkdi, qoydu qırağa. Bu tutdular. Sonra tutdular. Döydülər boynuza qoydu. Döydülər boynuza. Nəyə qoyublar boynuza? Ölümün. Hə? Ölümün. Nətər qoyublar boynuza? Deyirlər götür boynu var. Kimə deyirdi? Mən. Götürdün boynu? Yox. Niyə? Mən. Döydürdülər sən? Döyürdülər. Necə oldu ki götürmə? Hani? Bərk döydülər. Və niyə götürdülər? Sona qədər dedin ki, mən eləməmişəm. Mən elədim mi? Və kim götürdü boynu? Sonra üzləşmədə olanda Və kim götürdü boynu? Əli Rəhman. Kim? Əli Rəhman. Və sonunda üzləşmədə niyə durmuşsan üzrə? Kimin? Durmamışam. Necə? Durmamışam üzləşmədə. Durmamışsan? Yox. Deməmişsən belə oldu. Xeyr. Və kim o deyib ki, belə oldu. İkimizi üzləşdirdilər. Dedi ki, mənim yanımda olur. Mən anlamışam. Göz siqareti mənim cibimdən götürür. Hansı siqaret? Vardı ki, yazdırıb ora. Kağızda. Yaxşı, onu nə yazıb qoy qalsın biraz. Nicat Zilfiyev prokurorluqda verdiyi ifadəsini təsdiq etmir və orada yazılanların yalan olduğunu bildirir. Onun sözlərinə görə həmin ifadələr ondan təzyiq nəticəsində alınıb. Buna baxmayaraq, məhkəmə onun danışdıqlarını inandırıcı hesab etmir. Ona görə ki, o Əli Rəhmanın qeyd olunan cinayəti törətməməsi barədə verdiyi ifadəsi ilə həm Əliyevi, həm də özünü cinayət məsuliyyətindən qurtarmağa çalışır. Saat neçədə bağladınız? Hava qaralmışdı. Hava qaralmış. Moykan qabağında o Moykan harada yerləşir? Atatürk prospekti. Harada, evlərin arxasında. Orada işıq var. Arda. Moykan qabağında. Yox, yox. Heç bir işıq var. Sonra nə oldu? İşte bağladıq, çıxdıq, getdik. Hara getdik? Evə gedirdik. Evə gedirdiniz? Ha. Hansı tərəfmiş? Durum 11-15. 21-ci əsrin yanında. 21-ci əsrin yanında. Sonra nə oldu? Gedirdik, bir arvad deyir ki, kömək edin. Gəldik, kömək gördük yerdə. Götürdük, qoyduq qırağa, biraz Hara gəldiniz çatdınız? ölünün yanına. Hə? Ölünün yanına. Ölünün yanında. O da sizinlə işləyir. Kim? O ölür. Yox. Sizinlə işləmir o. Orada qoşulda yaşayır. Görməmişsiniz onu? O günlər o sizin yanınıza gəlməmiş? Maşından yüzləməmiş? Yanınızdan çəkməmiş? Onu birinci səfə sən harada gördün? Ölüyəndi. Öldüyü yerdə. Nahar öldü? Ölmüşdü, qalmışdı yerdə. Uzanmışdı, yoxsa oturmuşdu, nə vəziyyətdə idi? Uzanmışdı. Uzanmışdı. Hardan gəlirdi o? Görmədin? 21-ci əsrin qabağı ilə. Yox, o oğlan hardan gəlirdi? 21-ci əsrin qabağı ilə. Sən dedin, ancaq görmüşsün. Biz ötüb keçəndə görmüşəm. Dünün tanışdı. Kim ötdü keçdi? Biz ikimiz qabaqda gedirdik. Biz ötdü keçdi. Araya tərəf, suyun arxada tərəf. Arxamıza tərəf. Bir dəfə yıxıldı. Yenə də durdu, ayağı getdi qabaqda yıxıldı. Arvad onda dedi ki, ay baba, dərinlə özünü çırpıyor, kömək edin. O arvad kim idi? Tamam.
Sizi arkadan geldi keçdi, yoksa üzbəüz geldi? Üzbəüz gəldi. Üzbəüz geldi. Ha, sonra ne oldu? Etməli, arvad deyir ki, gəlin kömək edin. Biz də çəkdik qoyduq yolun altından qalaq. Yıkımları birinci dəfə gördünüz. Ha. Ha. Sonra? Bir dənə yıxıldı, durdu biraz qabaq, ikinci səmdə yıxıldı. Yıkıldı. Sonra? Orada gəldik biz ora, çəkdik qoyduq. Nələr gətirdiniz qoydunuz oraya? Mən ayaqlarından tutdum. Əl-Rəhman önce bir nəfər çəkdi qoyduq. Hara qoydunuz? Yox, qardiyorun qırağına. Hı? Qardiyorun qırağına, otluq tərəfi. Otluq tərəfi. Ağac tərəfi. Ağac var idi orada. O yıkıldığı yerden ağaca kadar ne kadar mesafe olur? O bıçak sen bıçak mı dedi? Yox. Peşimi bıçak mı? Ha, bıçağım. Peşimi bıçak mı? Haradaydı o bıçak? Yerdə. Yerde harada? Qabaqda yerdəydi. Harada, asfaltın üstünde. Ha. Götürdün sen onu? Yox. Mesela Rahman neyse? Əl-Rəhman dedim yerdə bıçaq var. Əl-Rəhman. Götürdü. Sonra neler? Çox tulladı da yerə. Solladığı yere. O yıkıldığı yere yoksa hara? Nətər? O yıkıldığı yere. Düz meydin yanına. Yox. Bir yan tərəf, qarajlar tərəfə. Garajlar tarafı kullandı. Ama meydi götürüp sen düz koyacak hazır değil. Ha. Bravo. Işık yanırdı orada o yıkıldığı yerde. Işık var idi. Ha, var idi orada. Bıçak neden bıçak? Görməmişəm bıçaq. Bıçak yok. Görməmişəm. Sen dedim, ben dedim ki bıçak var herhalde. Madem bıçak var. Yerdəydi bıçaq. Ulan onu sorsun. Neden bıçak? Görməmişəm o qədər bıçaq. Elə bıçağı gördüm yerdə. Kara bıçak yedi, ak bıçak yedi. Alimin ömrəndi. Abinin ömresi bıçak yedi. O uşak sizden sigaret istemiyor. Yox. Ve sonunda niye demişsen ki? Benden bizden sigaret istediği, ben söyleten oldu. Birinci səfər Əli-Rəhman izahatında yazmışdım. Mənə tutub gətirəndə Əli-Rəhman izahatı yazmışdım. Yazsın da, güzel yazsın. Görsen sen hiç konu olmasa kim olursa. Mən düz 3 dəfə boynumu almadım, 3 dəfə Əli-Rəhmanla mənə yüzləşdirdilər. Üçüncüsündə Əli-Rəhman deyir ki, bir yerdə olmuşam. Rahman'a sormuyor. Sağım elini yanına duramamışım. Ha? Benim qırağa falan. Ben artulamamdan bilmiyorum. Ne artulamamdan? Bəlkə belə danışaq da, hardan götürüb para tullanmışsın? Götürdüyün yerə tullanmışsan. Ve bu ifadeler hardan çıkıp? Ay, demişsen ki, Errahman geldi, bana dedi ki, sakit ol. Mübahisə edilər, dalaşdılar, Nahid onun gözünün altına yürüyüb oturdu. Ama Əli-Rəhman yazmışdı, sonra orada mən var etdim ki, Sən də bizə yaz. Gəl baxaq, İzzət qaçmadı. Necə? Dedi, mən İzzət etdim, gəl baxaq, İzzət qaçmadı. İzzət onu bağırmışdı. Bıçağın üzərində aşkarlanmış əl barmaq izinin Əli-Rəhman Əliyevə məxsus olmasına dair rey vermiş ekspert Cabir Əhmədov dindirilərkən bildirir ki, sözü gedən iz silahın dəstəyində zərbə vurularkən əldə sıxılıb saxlanılan zaman yaranıb. Prosesdə dindirilmiş şahid Ağamalı Ağamalıyev, Mirrəhman Əliyev və Kamran Xəlilovun verdiyi ifadələrlə müəyyən olunur ki, qətlə yetilmiş Nahid Abbasovdan 3-4 metr aralıda bıçağı olub, lakin orada olan şəxslərdən heç biri ona toxunmayıb. Keçirilmiş psixoloji ekspertiza müəyyən edir ki, müttəhimin əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur və o, ittiham olunduğu əməli törədərkən affekt vəziyyətində olmayıb. İyul ayında start götürən məhkəmə araşdırması noyabr ayında yekunlaşır. Məhkəmə belə nəticəyə gəlir ki, Əliyevin cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsiri bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Noyabrın 14-də ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 1993-cü il təvəllüdlü Əli-Rəhman Əliyevin üzərində qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılır.
Əlirrahman Əliyev Nahid Abbasova zərbələr vurub onu öldürməsi üçün cüzi səbəbi bəhanə edib. Buna görə də onun hərəkətləri xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək kimi qiymətləndirilib. Əlavə edək ki, azyaşlı hələ 2007-ci ilin oktyabr ayından oxuduğu 9-cu sinifdən təhsilini yarımçıq qoyub və bu səbəbdən orta məktəbdən xaric edilib.